Var ol, Allah sən qorusun. Bir də 3 qatımıza getdi, 3 çıxdı haralığa. Bir də 3 qatımıza. Bir də 3 qatımızda sən. Bir dənə 3 qatımızda sən. 3 qat baba bomba kimi vaxtı. 3 qatda bir də bomba kimi kal tutduq da bir də. Bir də 3 qatda. Ay Allah. Çok sağ ol dayım, ay dayım, mənim pullu dayım var, mənim bir dənə dayım var. Ay can. İndi İbo'va denən gəlsin, İbo. Lazım olacaq. Burada qaqalarımız buradadır. Çıxacaq, hamımız çıxacaq. O 9000 xalım var. Nədir ki? Nədir ki ona xal? Heç nələ bir sənin qız qalasının üstündən baxırıq. Nədir ki? Bu boyda görsən səni, bax bu boyda. Baba ayağımın baş barmağı boyda. Necəsən? Necəsən? Nəyinirsən? Belə eləyirsəm də belə danışıq var axı. Hə. Necədir? Nətərdəydi? Yaxşıdır yetim. Neynə? Mən heç nə demirəm sən. Yalvar kesdim bəlkə. Bir də gözə. Bir də kırqon beqon canlı yayımı cibagendo. Canay. Zəifsən də, bax zəifsən. Canlını paylaş peki gəldilər. Gələcəklər. Qaqalarım giriş eləyəcək. Qaqalarım buradadır. Prosta elə ki İbo qaqam da bir də arada bir jest eləyir, deyir yəni belənçinə. No amma сказали, говорите, не знаю. Başlı məba sabrabad qarpısı kimi sıxacaq darıxmalı. 5 manat müşteri kursuna gedəndə mən. Ora говорю, почему ты не работаешь, почему ты не предпочитаешь, да? На кışımı ya. Lemon sən bir də sistem qoşacaq, gemadez glikoza. Qan ürəyim qurban. Uşaqlar 2 qatımızdır bir də. Bir də bu kapron başa bir də qoşağında sistemin gemadez glikoza, bir də esensial. Esensial. Masal qotkası. Səni indirmə düşən. Nə deyirəm? Bu dördü fabrikada uşaqlar qazı da təmizləyir, kuxunanı da təmizləyir, mebellərin üstünü də, umvannikin içini də. First Lady, çox sağ ol ürəyim. Minnoşum. Nə deyirəm? Mən də verəm şeyim yox. Şeyim yox. Nə oldu belə bir rəngin qaraldı? Yetimsələrimə getmisən yetim. Sələrimdəyəm, ləmə. Səsi gəlmir, haralarda sana İbo. İbo. Kaydımız açıqdır, qaqa. Kaydımız açıqdır. Bir də gördüm, darıxma, yaxşı, nə deyirəm? Sən. Ümidlərim dərcəliyib zəmanə. Bir də... Ay can. Bir də ürəyimsiz qaqalar, xanımlar, bir də o qaquzun bir də ekranın bəyənin. O qaquzun ekranın bəyənin. Mən də sərəm Bilirsən Şirmanlı, honca qaqa işi gücü var, honca qaqam arada bir retki, ayda bir dəfə gəlir, o için adduşu gəlir. Honca hər gün gələndir. Honca qaqam ayda bir dəfə gəlir, bir də Bagati gəlir, bir də TikTokda şov verir, qaqaçın gedir. Can yox ki, can. Bir dəyə qaqaları, bir dəyə keçək öndənə bu xalı. Mən o səhifədə nəsə var qızlar, tıklayın da. Lamanızı hədiyyə atırsa 2 gün. Tutaq ki atırım, sənə yandırır. Sağ olun, ekranımızı bəyənən xanımlar, bəylər. Bu nədir? 11.000 məlumkiyə saldı sən öyle. Bu nə deyir ha? Nədən canıysan, bu nə deyir ha? Nə oldu, nətərdir? Sənə 11.000 xaldı ya bizi için ha. Nədən canıysan? O da 3 qatda vurdular. Sən 3 qatda atdılar sən. Nə vurdular bayağı 3 qatda? Bir dənə qaz vurdular da özü oxşamış. Nə vurdular ki? Elə də ağzı verirsən ki 3 qatda vurdular. Fərqi nə zatı vurdular? Sən ondan danış. Bizə nəticə lazımdır. Bizə nəticə lazımdır. Başışdın. Toydan sonra nə? Başı gətirə. Sən kimsə mən başımı gətirəm. Başı gətirə söz deyirəm. Var şotu pülə. Tez olacaq da biraz. Kibir udursan. Şotu de. Kibir udursan da. Sən qabaqdasan. Ay sən həmişə də belə olacaq. Sən də dalda. Baba gəvrə. Bil. Oyna boyna. 3-1'dir. Yo dayım düz deyir 2-1'dir.
Mənə də gəlir 3-1-dir, boynuma qoyur bu. 2-1 udursan da kapron baş. Mən elə gəlir 3 dəfə udmuşam mən. 3 dəfə udmamısan, 2 dəfə udmursan. Uşaqlar bir də 3 qatımızdır, bir də 3 qatımızda. Bir də bomba kimi vaxtımızdır, bax 3 qatda bir də nəsə. Bir də 3 qatda. Gedən gələ elə atırır məni. Boynuma qoyur da sənin. 2-1-dir uşaqlar. Mənim pullu dayım var, mənim bir dənə dayım var. Qıçko, çıqqıçko, vecimə deyil. Çox sağ ol dayım. Ne oldu? Goga, teşekkürler. Ne oldu? Ha? Hardasan? Okeanı. Uşaqlar okeanı. Gedib girər şkafın içində xəzalətindən. Okey. Okey. Sen dedim burada elə oğlanlar olar ki, gələr səni bilsən neyniyər, yerə palas. O sədərəkdə sərirləri xalçadan qalmadı, endirimdə 15 manata, gəlim ala koyma qala. Və sən hal-hazırda o xalçalardansan bizim üçün, yerlərdəsən, başa düşdün? Gedib o vadenən biraz bahalı. Biz ucuz qalmaqallara getmirik. Qaqa 2 də kalbim əllərdə tağında, 2 də yüzlük hədiyyə, 2 də yüzlük hədiyyə. 2 də yüzlük hədiyyə. Çənəsini də zadır belə. Evrəmçi ağzında her durur ayağa, elə bir buna şir gəlib, bunu versə gəlib, cır özün qoyur yerə. Allah bunun dilinə iş kəs salmasın. Sağlatı da yapacaq. Səhər sıfır makyajsız halımla, effektsiz halımla səni uduram. Oğlan ola makyajında var, effektində var. Pürüstüttürü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 . Enigma çok sağ ol. Effektsiz hə. Yo, effektim, nə bilim makyajım. Effekt var ha məndə. Yo, makyaj ya. Milçək oturub ömrümə, gədə gir ağzımın içinə. Effekt çıxar. Effekt var mənim üzümdə. Mənim üzümdə effekt zad yoxdur. Effekti çıxart, makyajını sil, özün kimi ol. Effekti çıxart, makyajını sil, özün kimi. Effekt var məndə. Var şəxsən. Məsələn, Var, o bilən deməli var. nətər çıxardım mən onu çıxartdıraram. Varında Kimsə məndən eləyir. yaxşı bilsən, varındır. Yoxdur, effektim nə gəzir? var. Buna baxın, buna Nura baxın, orada yazır effektim var ama. Bir də elə o çatmır deyir, effekt. Yox, bəzənib oturacam burada, kosmetika vurub oturacam burada. Yox, effekt deyə, var da deyir ya. Sən Var da ala. Oradan bir daha mahnı koy oynayayım da okey. hansı mahnı? Bir daha oradan geçe mahnı koy. Aleylanı koy Şəbnəmin. Oynayayım ben udanların şərəfinə. Damat hədiyyə atır burada. Dayan görüm biraz çıkıdı gedim səs. Şəbnəm qəşəng oxuyur bunu. Şəbnəm Aleyla. Şəbnəm Aleyla, çox sağ ol ay dayım. Allah sən var eləsin, halal elə haqqımı. Xəstəyə baxan oyun oynayır. Şükür Allaha yaxşıdır, narahat olma sən onun yerinə. Hələ mahnı vaxtıdır, başımı xarab elədin. Qoş. Oynayıram deyirəm sənə Şəbnəm, az danış hə. Normal danış ha mənə, qoy deyirəm deməli qoy. Ne qədər özün qoşdu, girinci oldum ya. Mən bir də mahnı qoşacam. Mən telefonum səni olursa. Qoymursan. Gördün hamıya sübut elədim ki paxlısan.
Bir. Şirin doğru be. Bunda oynaya bilmirəm, xoşum gəlmir. Cabra, şotu pilə, davay tez ol. Şotu de. 3-1 udursan. Davay Cabra. Göndər. Mahnı oynamaq istəyirsən, qoş mahnı oyna da. Mən sənin üçün buradan ağaracam ki. Vay be sen. Uduz. Qıcı sanki qıcı mahnıda zövqə bax. Həylən dədən anan ilə səndə xarici mahnı auraları altında. Angelina Jolie oxuyanda, ondan sonra Jennifer də oradan oxuyanda, Enrique də buradan dedi ki, davay uşağı çıxart. Az dur çıx söylə, sən onu deyirəm Allah'a. Dur çıx söylə. Uşaqlar, bir də 3 qatımız da, bir də 3 qatımız. Sahibdir. Sahib kimdir? Sakonun sahibi. Ay Allah. Mən sən blok atmamışam. Sən hardan çıxdın? Çox sağ ol. Uşaqları çıxartdı. Hə, bloku təmizləmişəm axı axşam. Hə, bax, adı o enigma qoymusansa niyə deyirsən sahibdir? Da bu bir kimliyi bildirəsənsə bu enigma nə deməkdir? Bu enigma mənası nədir onda? Bir dənə mənə başa sal. Özdə bu nədir? Gedirsən sakoya şir atırsan, universal atırsan, bir dənə qəlbim əllərində atırsan. Belə salamatçılıqdır. Yoxsa sako məndən gözəldir. Sən daim oğlunu oxuşsan, nə? Baxmasın, dayın oğlu normal oğlandır. Mən oxşatdığıma görə deyirəm. Səni. Ha? Sən ölsən də mənim xalam qızına oxşursan, Türkmənistandakı. Kopyasısan da yəni. Ay Allah, sən. İşte sağ ol, ürəyim qurban, yetim. Can, qaqa bir də 20 dəyə gül atağım, başuca dönərəm. 20 dəyə gül, gözünüzün qadasını alarım. 20'lik varsa 20'lik minnoşlar. Bir de qəşəng sulu balina. Nə gələ. Səhər. 4 tane de gülümüz qaldı. 4 tane də. Gözəlliyimi qısqanan paxıllar gəldi. Sizi dəvət edirəm 30. Sizi dəvət edirəm 22-23 yaşından mənlə tetatet realda makyajsız yarışa girməyə. Ay ərə gedib doğmayan bəzi qızlar məni bəyənməyənlər. Sizi dəvət edirəm effektsiz, filtrsiz gözəlliyə. Dəvət edirəm. Gəlin. Günü-gündən Dəli Tahirə oxşuyursan, yetim. Dəli Tahirə nə üçün yalan bir insandır da. Enigma çox, Dəli Tahir çox uzdan ağıllıdır, sən öl. Anam düşüb yadıma, yetişin hər dadıma. Yetişin hər dadıma, ləman düşüb yadıma. Ləman düşüb yadıma. Uşaqlar, sulu, balina. Balina. O qədər qız gözəlliyi var, ləmanda oğlan gözəlliyi. Qaqa, incimə deyəsən sən qız görməmsən, Burat. Sən deyəsən ancaq meşəlikdə, nə bileyim, orada burada yalana elə nömrə verib qaçıblar. Sən o kli qız gözəlliyində görsən, gördüyün qızlar mənə bəllidir. Yox, xəstə yanına gəlib. Ay xanım, xəstə yanına gəlib deyəndə nə dəxli var? Qurban olum, elə danışırsınız ki, qəribə insansınız. O biri tərəf oynamır. Zəifdir də o birisi tərəf, ona görə. Bir dənə qaz atdılar, bir yaxfisi onunla da qutardı. Onu da atdılar ki, okiyə başa saldılar ki, yəni səni sənin yadıva salırıq. Səni sənin yadıva salırıq. Səhədə 3-4 dəlal ördə yatıblar da. Məl alır, özə datmırlar, mən çıxmıyorum. Ay Allah.
Bu nə deyir? Allah sen. O kız su iç, o kız başıma dönerim. Su iç, yüreğim kurban o kız. Ay Allah. Lemo uttun yeme Lemo. Lemo şotumuz 3-1 udursan. Bu da axırıncı oyunumuzda 5 dənə də bizim oyunumuz. Səsin gəlmir. İndi gəlir. 5 dənə oyundur da 3-1'dir də Ləman nə qoyursan ki üstünə Ləman 3-1'dir də nə? 4-1'dir də deyirəm. 4 Ay qız. Hə 4-1'dir düz deyirsən. Düz deyirsən. Nə var ha düz deyirsən də. 4-1 udursan da. Ay gəl. Səsim nətər gəlmir? Və oku mənə nətər eşidir? Sənin səsin gəlir. Nətər yoxdur səs? Gəlir də səsində buluku baş. Oku ürəyimə damıb udacaqsan. Ürəyimə damırsa yetim başının üstünə navet çəkdir yetim. Ona deyən git qırratdır. İndi səhv damır ürəyimə. Can. Ay can. Uşaqlar bir də 3 ayda bu nədir? 3 qatda bu. Dayım gəldi. Kaçko. Enigma çox sağ ol. Toy. Can ay qaqaları bir də 3 qatımızda da bir də 3 bunlar 3 qatla oynayırlar da sən. 3 qatımızda da bir dənə də bir dənə 3 qatımızda da Buradakı qızlar Ləmanın təbii gözəlliyini qəbul eləmir. Az eləmirlər, eləməsinlər. Səsim gəlmir, əsəbləşirəm bu cür. Çox sağ ol ay sahib. Dayı. Axır ki bu sahibdən bir şey gördük də yəni. Dayım çox sağ ol dayım. Nə oldu? Yaxşısan? Yaxşıyam Ləman, yaxşıyam. Sahib deyil axı. Bilmirəm, yazdı sahibdir. Enigma bayağı ilə yazmadı qızlar, yazdı sahibəm. 20 dəqiqə gül atağımdan ürəyim qurban. Bu də axırıncı oyunumuz da Ləman ha? Hə. Nətər demir? Özü çata yazır. Nətər deməyim ay bacı? Bilirəm də olsa atarsınız, bilirəm. 012. Sağ ol qaqa. Bir də Ələyin ələnib, xələyin xəllənib. Hələ yer ged oynaya yo. Ələyim elənib. O kız zəif oğlandır. Gizlin sənə yazmışam. Bu yerə biləm yazıları hamı görür. Mən nə bilim. Çat mən yazanı görmür. Mən hardan bilim qoyun şeyəm. 20'lik bir şey. İnci dekor evi. Bir də inci dekor evi. Bir də getdin də, bir də qaqaçın, bir də. Jessino da bir də. 2 qatımız uşaqlar. Mən hardan bilim? İnci dekor evi. Kırtoy, sağ ol Kırtoy. Bir də getdi gündə, bir də qaqaçın. Ay da milsələr başımı yedi. Başıma bir çətkən çək də yetim. Altın vurdu. Yetim. Rəman, ömründə birinci səfərdə mənə belə odursan sən. Sən öl vurma, mən səni çox udmuşam, okey. Nə udmuşsan, niyə? Mən boş-boşa sən öl vurma da əsəbləşirəm oyuna görə. Mən də udmuşam da, sən də udmuşsan, mənim udduğum vaxtlar da oldu. Sən öl nəyə vursan mənə? Bildim. Rəman, yaman enlənibdir sən. Sən Baraş Pavlevka vurur, xəstəsi çoban canım var. Mənə nəyə dəqiqə başı sən öldürsən, hə? Sən, Rəman, yaman enlənibdir sənin qaşların, Rəman. Deyəsən maqqaşı itirmisən sən, yetim.
Qaşlarım, nə olur qaşlarıma çıxdı, qəşəng qaşlarım var. Öz qaşına bax, Elə bil 10 ildə ərə getmirsən, saxlamısan ki, elçi gələn olsa belə çıxasan qabağına. Yolsam birmiş çox tük çıxacaq. Diba bombes. Qız vaxtı qaşlarıma oxşayıram dolu Allaha. Allah, bu nə rəqəmdir? Bunlar nə qarırlar? Orada bu nədir bu? Açqı, nə bilim, aləm də Rəqəm o deməkdir ki, sən yerlərdəsən. Cana yox. Sən canımın ağayda, nətəli bu necə söyləmək? Necə sana yox. Mən səni qısqanır. Elə onu da dayım, mənim o qədər belə təbii gözəlliyim var ki, məni qızlar yox, oğlanlar da qısqanır valla. Əvvəl məni qızlar qısqanırdı, indi oğlanlar. Gözəlliyimi öyrəşiblər silikona, milikona belə dadağı bu boyda, gözü dartırlar, düz buradan şeyə qədər, bulvara qədər. Təbii gözəllik bunlara biraz bahalı gəlir. Sən canımın ağası sənsən, gözümün qədəsi sənsən, bir bünəri məndəyəm, bir bünəri məndəyəm. Amma getdim rəqim qurubam. Özünə yaxşı bax, Moti. Sağ ol, Kote. Moti mən deyiləm, Koti TikTokdadır. Moti də mən deyirəm də, Moti də sənsən. Ay Zeynəb, özünü çırıb dağıdırsan bayaqdan bacı. O dediyindən səndə də olsun da gözəllikdən. O at çəkirsən, çəkmirəm, spama gedərəm. O tığlara oxşayırsan deyirsən ha. O tığların özünə qoyduğu maya var. Sən qız ola bu neçə ildə bəlkə heç onun onda bir faizini qoymamısan. Vallahi onlar səsini çıxartmasalar səndən gözəldilər. Sən qız halından belə onlardan eybəcər görsənərsən. Ged otur bir dənə məclisdə, sən kişi qızı kimi deyirəm. Məclisdə. Səsini çıxartmasın, otursun səndən yanbayan. Gör oğlanlar səni patxod eləyəcək yoxsa onu. Bu ölsün, sənin üzvə tüpürən olsa gəl kartıva 500 manat atıram. And ola Allaha deyirəm. Üzvə tüpürən olsa onlar səsini çıxartmayana qədər. Mən sənin kartıva Zeynəb 500 atıram. Razısan? Belə də ki, onlar özlərini bizə oxşadıblar. Onlar estetik əməliyyat edirlər ki, qadını oxşasınlar. Mən onlara oxşamaqla əslində sevinirəm. Çünki onlar estetik eləyib mənə oxşayırlar. Demək ki, mən gözələm. Onlar 40-50 min verir, həkimlərə gedir deyir ki, mən belələrini oxşuyum. Poнимаешь, Zeynəb? Görmüsən səni şəkildə aparıb desinlər ki, mən flankəsə oxşuyum. Sən it dəftərində belə adın yoxdur. Zeynəb var, Zeynəb qasıb. Baxıldılar da canım, gözəlliyimi, təbiiliyimi, aristokratlığımı, minnoşluğumu, şıqqılılığımı. Heç deyərsiniz, bu il mən qız aparıram məktəbə. Elə bil ki, 11-ci sinif tələbəsiyəm. Baxırlar, yanırlar, çatır-çatır çatılıyorlar anacım. Hələ bizim qırğınlarımız qabaqdadır. Sentyabrın 17-si səhər canlı açılacaq. Məktəb ayı neçəsi açılır? 15-i. Mən saçımı yolacağım, Aylini məktəbə aparacağım, Aylin duracaq, mən konsert verəcəm. Özümü cıracağım, dağıdacağım, cıracağım, dağıdacağım. Konsertlər qabaqdadır. Artıq mən də səhər-səhər yuxudan duran valideynlərlə bir yerdə uşaq yola salacağım, bəli. Saçımı yolu boyadacağım. Bura baboşgilin evidir. Mən bağlayayım uşaqlar, gedirəm. Okey görə açdım ki, biraz PK eləyim. Durun, buzladım, çıxım, gedim. Atsa baboş özü açar, ya kimsə açar, nə bilim, indi özləri bilər də. Deyirəm, nə olardı, bir dənə 5K-lıq hədiyyə gələrdi, sıralanmaya 15K ilə düşərdim. Nə olardı ki, burada kim var görəsən ürəkli bir dənə canavar atardı mənə. Bağlayıb rahat çıxıb gedərdim, nə olardı? Yo, bağlayıram uşaqlar. Baboşgildəyəm, çox aça bilmirəm, ayıfdır. Prosta okey görə açdım ki, biraz PK eləyim. Dedim, düşün, biraz sərsərib sıralamaya. Çıxdımsa çıxacam, bir də girməyəcəm o sıralamaya, görə uzun qoyum. Bəs deyirdin, ölərəm sənsiz. Всё, 20-yə qədər sayıram. Canavarım gəldi, gəlmədi, gedirəm. 1, 2, 3, Bakıya qaydırsan. Bugün bəlkə qaldım, sabah getdim. Bəlkə də bugün getdim, bilmirəm. 4, 5, 6, 7, 8, 9, 10. Oynamıram, yox. 11,
Okey göre oynadım. Dedi gel. 12, 13, 14. Canavar yatır. 15. Canavar yatmır buradadır. 16, 17. Ay çox ürəyim sıxıldı. 18. Gəlməsə bağlayıram səni öl. 19. Qal səhər get. Hə, burada qal deyirsiniz. Bəxtəvər başım elə bilirəm canlıda deyirsiniz. Bu da 20. Getdim eşyalar. Mən adam yerinə qoyub atan olmadı. Öpdüm sizə hələlik. Paka özünüzə yaxşı baxın. Baboşa deyəcəm canlatsın, biraz pek eləsin, pul qazansın. Oturmasın boş-boşuna. O zaten uzanıb boş-boşuna. Birazdan deyəcəm onu canlatsın. Sağlıqlı görün, baboşun evi tərtəmizdir. Vəfa xanım evini də yığışdırıb, eşiyini də yığışdırıb, məftun toyuqlarına, cüzələrinə yemək verir. Emindir, gəlir, baxır, çinməkdir falan filan. Yəni sağ olsunlar ki, hər şeyini eləyirlər uşaqlar. Yəni Allah onlardan razı olsun. Sadəcə Eminlə Vəfa xanım arxa kadrda görsənmirlər. Sako bir nəfər var, adını çəkmək istəmirəm. Kapasiteme uygun insan değil. Ben azı çekmeyi ben biraz level'ım değildi ya. Ben çıkabilmem. Bir nefer var TikTok'ta. Ne bileyim böyle. Adı lazım değil. Baş harfi T. Oradadır. 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 O insanın yanındadır. Elə keçəlsən. Xanım, mənim öz təbii saçlarımdır canım. Nə deyirsən keçəl. Qaynaq. Nə deyirsən az keçəl. Təbii saçlarımdır canım. Həyatım. Miniyə saç. Özümün. Baxa bilərsən. Mənə keçəl deyirsən. Haram keçəldir az mənim. Keçəl. Hə, o keçəl. Hə. Keçəl gildədir. Keçəl idi o. O keçəl idi ki. Az, hə, bütün TikTok Ləmanın dalıca danışdı. Düzdü. Ləman birinə söz atan kimi paxıl. Nəyinin paxıllığını çəkəcəm? Figurasının paxıllığını çəkəcəm. Gözəlliyinin paxıllığını çəkəcəm. Villasının paxıllığını çəkəcəm. Kart qoyub pul yığmağının paxıllığını çəkəcəm. Nəyinin paxıllığını çəkəcəm? Az qarşı qaldıq. Nəyinin paxıllığını çəkəcəm? Gic xəstə toyuq. Ha, nəyinin paxıllığını çəkəcəm az? Gic danışırsan. Ləman, məndən yaxşı canımı qutardın sən öl. Başa, mənə belə genələn adamlar olanda, istəyir 45 level olsun, sahibi eşidirsən. Mənə çöldə bayır kimidir, eşitsən. Mən levelca tərləyən qız deyirəm. Yəni, mənə TikTokda tanıyan tanıyır. Mən əsas özünə hörmət qoyan dəstəkçidir. İstəyir 1 level olsun, istəyir 5 level olsun. Özünü canımı məndən qutardın deyəni nə demək istəyirsən? Bir də mənə açıqlama ver burada. Başa düşmədim. Başa düşmədim. Nə mənada diyorsun? Hədiyyə atmaq mənasında. Sən bizim oyunlarımızı görməmsən, sahib. Enigma. Lazım olsaydı, sən bizdən canını qurtarardın. Bunu izləyicilər görüb. Məni ilə çox hətərəm-pətərəm getmə. Beni tanıyan tanıyor. Kafa gitti mi gidiyor. Gəlim şəkil çəkdirək. Hara gəlirsiniz? Mən burada baboş gildəyəm. Xanım, qonşusuz. O gün qızlar mənə gül alıb gətirmişdi. Qızlar. Öpürəm sizi. Buradasınız. Qızlar. Səni uduzdurmaq. Bacarırsan axıra kimi get, məni uduzdur. Bu söz səni burada deyirəm. Axıra kimi get, məni uduzdur. Get axıra kimi uduzdur məni. Mən razı. Maks açıqdır. Səncə maks açıq olsa mən burada otura bilərəm? Vallahi, bacarırsan axıra kimi get ginən. Yaxşıyam, siz necəsiz? Axıra kimi get, məni uduzdur. Getdim uşaqlar, özünüzə yaxşı baxın. Sevirəm sizi, yaxşı ki varsınız. Tıka görə, hədiyyələrə görə Allah sizdən razı olsun. Bir gül atan belə. Çox sağ olun. Öpürəm anavızın əllərindən. Allah sizi var eləsin. Həmişə nə eləsin? Başımızdan töksün. Öpdüm.
şey yaraşdı sənə belə? Baboş, kim attı bunu mənə? User, çox sağ ol. Gel. Ay. Teşekkür edirəm. Kimdəndir? Barbie, necəsən? Gördünüz Barbie bəni balaşır istədim, ayağa vermədi. Oğlanlardan istədim, Barbie atdı. Baboşum, nə şey yaraşdı belə sənə qırmızı? Sevdiyimlə. Necəsən? Kapat. Dururam, gəzirəm, uzanım. Düşürdüm, gəzdim burada. Gəzmək istəyirsən? Kömək eləyin. Bu gün bir gəlin köy tutardım. Kim verəcək bə yeməkləri? Möhtümən ona verəm, məni baxım. Yaxşı. Getdim qızlar, bağlayıram mən. Sən bağlamadan ha? Bağlayayım da. Niyə? Bağlayayım da. Nə oturum? Biz otursan. Sən aç da istəyirsən. Hə? Sən aç da. Bir maşında atdı. Az bağlamadan mı? Ay Barbie, sağ ol minnoşum. Ay Barbie, çox sağ ol. Mən nə o halda deyiləm. Elə maşınlarına baxıb onun halda deyiləm. Deyirəm açardım, biraz kek eləyərdim də. Nasılsın? Mən istədiyim imkan verir. Barbie, çox sağ ol. Barbie də ata. Ay Marcus. Yazdı ki, User Barbie'yəm də. Bir dənə də balinasın da, balinasın. Atdı da, atdı. İndi atdı. Balina bayaq şey atdı, daim atdı. Bir də Enigma atdı. Şeyin dəstəkçisi vardı, Sakonun sahib, o atdı. Barbie'yə batsın da, mən basın. Barbie ürəkli qızdır. Adama şirzə lazım. Barbie'yə batsın. O gün gəldi mənə qədər hədiyyə atdı, o olanda atır. Dünya ilə oynayanda nələr atdı? Valla bizdə qızlar ürəklidir. Bağlayıram uşaqlar. Cibabın bəs tutdu. Cibabın bəs bugün ölüb yoxdur həyatda. Zəifləyib. Mən də zəifləmişəm, indi mən Gönə vaxtlarını mən pek eləməmişəm. Sən canını açmırsan da, baboş. Gedib neçə likinə düşmüşəm. Ceydəsən, ona görə deyirəm aç. Ona görə deyirəm aç da. Uzandığın yerdə aç da lan. Getdim uşaqlar, özünüzə yaxşı baxın. Öpürəm sizi, çox sağ olun, Barbie var ol. Dayım buradasansa var ol, Enigma çox sağ ol. Xırda hədiyyə atanlar, kimi adını çəkdim, çəkmədimsə üzrü sayısı. Yox, bağlayıram uşaqlar, gedirəm, baboş istəsə açar. Özünüzə yaxşı baxın. Ayıbdır, bütün gün canlı oturmaq yaxşı şey deyil. Açarıq. Dünya dağılmır, aclıq deyir, hələlik. Barbie çox sağ ol ürəyim. Hə, çox sağ ol dayım, haqqı halal elə. Barbie sən də, Enigma sən də, xırda hədiyyə atanlar siz də, ekran tıklayanlar əsasda siz. 1 milyon 200. Tutukumuz nəsə zəif getdi, elə bir TikTokun başı bugün. Ləb. Bizdə sipariş, yəni servis haqqı pulsuzdur. Siz sadəcə xalçanın pulunu deyirsiniz. Satdırılma və qaytarılma pulsuzdur. Kilim salam, xoş gəlmişsiniz. Xalçanın bir kvadratı 3 manata yığılır. 15 kvadratdan çox olarsa 2 manat 50 qəpik, 40 kvadratdan daha artıq olarsa 2 manata yığılır. Paketlənmə və servis haqqı tam pulsuzdur. Hava şəraitindən də asılı olmayaraq götürdüyümüz gündən 2 gün sonra tam qurudulmuş və təmiz vəziyyətdə təhvil verdik. Xalçanı gətirdikdə açın, baxın, bəyənin, sonra ödəniş edin. Yeni gəlinlər xoş gəlmişsiniz. Bəli, bura parçaya xalça yığma mərkəzidir. Xalçanın bir kvadratı 3 manata yığılır. 15 kvadratdan çox olarsa 2 manat 50 qəpik, 40 kvadratdan daha çox olarsa 2 manata yığılır. Sizi bu an oldu. Salam gəlib götürə bilərsiniz. Təbii ki, zakaz verirsiniz, bu günə gəlib götürə bilərik. Esru, salam, xoş gəlmişsiniz. İkinciyə xalça neçəyə başa gəlir? 6 kvadrat eləyir, 18 manat eləyir. Amma bizdə minimum zakaz 24 manatdır. Aycan, salam, 4-cüyə xalça 8 kvadrat eləyir, 24 manat eləyir sizdə. Bütün 4-də salam Cünka, xoş gəlmişsiniz. Bütün 4-də xalça 12 kvadrat eləyir, 36 manat eləyir.
25 kvadrata yaxın Ceyvan olur. 25 kvadrata yaxın. 25 kvadrat olsa 62 manat eləyəcək sizə. Endirimlə 2 manat 50 qəpikdən. Ünvan Bakıdır. Bakı və Sumqayıt ərazisinin bütün bölgələrinə sifarişlərimiz qəbul olunur. Bir nəfərlik döşək 40 manatdır. 2 və ya daha artıq olsa 35 manatdan olur.